Bugün Azərbaycanda ümumiyyətlə farslara dəstək olanların sayı çox artıb. Yəni çatdırmaq olmur. Bunlar hardan çıxırlar? Harda hazırlayırlar, göndərirlər Bakı şəhərinə. Baxın. Görün nə deyirlər. Farslar Naxçıvana deməli blokada vaxtı kömək elədi, İran kömək elədi deyirlər, amma bu türklər kömək edib İran tərəfdən. Bizim Azərbaycanlılar oldu. 400 mini xilas etdilər. Vaqonlarla çörək verdi. Bəli, bizə çörək verirdi, amma ermənilərə farslar silah verirdilər. Ay, belə bədbəxt. Bu millət hələ ağlı başına gəlmir. Bir dənə Azərbaycanlı demədi ki, istər kim olursa fəhlədən, deputatdan, məmurdan 31 martdı sabah. Quba rayonunda olub bir dənə fars. Amma olubdur. Şəhidlər xibanında meymunçuluq edirdilər. Qəbirlərimizin üstündə şıllaq atırdılar ərəblərlə bir yerdə. Bu farslar 31 mart oldular, yox. Amma ermənilərin soyqırımını qeyd edirlər. 24 aprel, baxın. 15 şəhərdə 15 dənə beləninki abidə qoyublar. 15 şəhərdə. Bu farslara biri irad tutdu. Dedi ki, qardaş, sənin bu nə müsəlmansan? Bu nə müsəlmandır ki, indiyənəcən Xocalıdan söz yox, 31 martdan söz yox. Ümumiyyətlə, ancaq elə bunu 400 min xilas etdi, elə bunu danışırsınız. Bəs siz biri yoxdur ki, deyək ki, bu farsı 1830-cu illərdə İrəvan Türkmençaydan sonra, müqavilədən sonra, İrəvanı işğal edəndən sonra Cənubi Azərbaycanda farslar var, fars. Hansı ki, qondarma fars. Fransuzun əlinin oyuncağı. O Darinin farsı deyil. Ay kişi, siz fars deyirsiniz, qədim fars xalqı, Kirranın nəsidir. Bunlar, mən Çiqan da istəmirəm deyəm. Bilmirəm bunlar adını nə qoyam. Bunlar haydılar. Və bunları fransuzlar etiraf edir ki, biz gətirmişik. 1830-da Ruslar bunlara avtonomiya verirlər. Farsları. Hakimiyyətdə amma türklər idarə edir. Həmişə türklər. Bugün də türklər döyüşür. 79-da da Pəhləvini yıxdılar türklər, gətirdilər Xameyni ki, gəlsin bizi öldürsün. 1925-də Pəhləvi əskər olan Şah Qacarın başını kəsdi, gəldi oturdu Fransuzun, Rusun köməyi ilə. Niyə bunu bir dənə Azərbaycanlı demir? Fars, sən bizim torpaqda yaşayırsan, bəli, sənə böyük bir torpaq vermişik, hakimiyyət vermişik. Nə bugün barmaq silkələyirsən, nə deyirsən biz 400 min adamı xilas etmişik. Xilas etmişən neçə milyon qırmısınız? 1925-dən ta ki 50-ci ilə Pəhləvin özü milyonları, 10 milyonu keçib, Türkün başını kəsib. Ondan sonra Xameyni gəldi. Uşaqların dinamiti bağlayır, döşünə gedin, ölün İraqda. Cənnətə düşəsiniz. Bu adamlar Türkləri Xameyni gələndən neçə milyon baş kəsib. Bu axırıncı 2026 bu fevral, mart ayları nə qədər orada Amerika bombanı atır, İsrail atırsa 1000 nəfər adam ölür. Bunlarsa 60-70 min deyir Türk başı kəsiblər. 5 gündə deyir 60-70 min baş kəsiblər. 40 min deyirdilər, indi deyir yox, 100 minə gedir. Ay kişi, 5 gündə bu Türkün başını kəsib, heç kəs demir. Mən başa düşürəm. Sadəcə bizim hikmət Hacıyev də İranla daşışdı, kömək ediblər 92-də. Bəli, eləyibdir nəyə görə ki, özü sonra öldürəndə heç kəs şübhələnməsin. Da bunu necə mən deyim?
Amma bunu Hikmət Hacıyev demir. Olmaz deməkdə. İndi neynəsin? O dostluq var, qardaşlıq var, danışırıq biz. Biz dost, qardaş deyirik, o yox. O deyir ki, qardaş, sizin məsciddə bizə lağ edirlər. Məsciddə donuz saxlayırlar. Güya məscid bunun məsciddir. Görürsünüz? Bu da sənin müsəlmanın. Bunu Hikmət Hacıyev əlbəttə bu belə şeylər demək, ancaq başqaları deməlidir. O biri deputatı var, məmuru var. Tarixdir, tarixi danışın. Siz düşmançılıq eləmirsiniz, söymürsünüz. Sadəcə demək lazımdır. Bugün Arakişi də deyibdi. Xameyni də deyibdi. Zəngəzur Ermənistandır. Laçın Ermənistandır. Biz imkan vermərik. Sərhədlər pozulsun. Ermənistan da Laçın, Kəlbəcər Laçın, ay kişi, Zəngəzur, Naxçıvan deyir. Bunu Xameyni Arakişi də deyir. Sərhədlər dəyişilməz, olmaz. Biz imkan verməliyik. Bu necə müsəlmandır? Siz deyirsiniz bizə çörək verib daha, bunu da deyin də. Bunu niyə demirsən? Uşaqları zorlayırlar. 18, 14 yaşında, 9 yaşında uşağı zorlayırlar. Ay kişi bu müsəlmandır, müsəlman. 15 yaşında kızı əskərlərə verər, deyər zorlayın ki, halal olsun asanda. Bunu hansı bir deputat deyir? Bu müsəlmandır, bu qardaş, bu Türklərin başını kəsir. Bunları Fransuzlar gətirdi, yaratdı. 1925-ci ildə Xameyni də gətirdi ki, bugün də Fransız alimləri işləyir orada. 1995-ci ildən deməli 2000-ci iləcən bu raketləri icad ediblər Fransuzlar. Fransız alimləri işləyir orada. O raketlər bütün Türkiyə qarşıdır. İndi burada problem yaranıb, onu da mən o haqda danışmıram, vaxt gedir. Ona görə bugün siz, o ki deyirsin, Fars bizə qardaş, bu müsəlman qardaş gəlib Qacarın başını kəsəndə biriz demirsiniz. Biri demir ki, ay müsəlman, gedib öpüşürsən, görüşürsən, donuz saxlayıb bizim məşqdə. Bu necə müsəlmandır? Niyə demirsiniz, hə? Niyə demirsiniz? Mən, baxın, görün, bunlar nələr edirlər, ay kişi. Qız uşağını basırırlar, Türk uşağını. Basırırlar yerə başından 15-14 yaşında daşlayırlar. Qız uşağını aparırlar. Qoyurlar, deyir Seyid də Xomeynin ətəyinə, qucağına qız uşağını 11 yaşında. Lüt! Onu kadınlar danışır. Mən yox ha. İran kadınları, Türk kadınları danışırlar. Qoyun baxın da. Adam müsəlmanı, müsəlman necə ola bilər? Buna deyə Seyid gətir bu uşağı qoyurlar bunun ətəyinə, lüt qız uşağını ki sağlam olsun Seyid. Seyid belə şeyə qol çəkər, ay qardaş. Bunlar axır Seyidlər, bunlar axır iblisdirlər. Davamı var, davamı gələcək bir dəqiqə.